Peki Nesimi'nin küfrünü yayan ölüme məhkumdur? Bilirəm. Okuduğun gazel Nesimi'nindir. Bəli. Kimsen? İmadəddin Nəsimi. Yalan değil. Bu Nesimi değil. Kim bu bedbaht? Nəsiminin şagirdlərindən Nəsimini doğurmaq qəsdilə hamısı belədir. Tara çekil. Dayanın. Nesimi lazımdı sana. O cevana. Elərəm. Hanı Nesimi? Huzurunda. Eyle sükutu diyersen ki Nesimi'sen. Bu cılız bedene iki cahan ne de sığır? Gülmeyin! Ben onun kanki içerim. Ama gülme. Zeyt Azam Nesimi. Budur. Qayıt. Yalvarır. Qayıt. Qayıt. Gözüm. Bu bedbahtlar hiç vaxt bilmeyeceğiz. Nece müqəddəs ucalılmaz. Git. Həmişə uca ol. Git. Qəm yemə. Gedən cismimdir. Ruhum sizdən. Bu nişanla bilməliyim İlk nişanəsən Əmir Əzəm buyur ləngitməsinlər. 1000 dəfə nəqd ölümdən qurtarıb bu məlum. Sizin mühakimenize veririm. Əmir Əzəm, sultanın hökmü var. Dərsi soyulmalıdır. Onun küfrü yüzündən dünyanın yarısı etikafdan məhrum olur. Kim bilir, ne şimdi keçməlidir ki, cemaat hak yolda qaçsın. Sultanın hökmü o vaxt icra olunlar ki, siz fitvanı təsdiq edəsiniz. Qoy əvvəlcə Həzrət Şeyx özü təxsiq eləsin. Mən təsdiq edirəm. Hüküm icra olunsun. Derisi soyulandan sonra başı, elleri, ayakları kesilsin. Sultanın düşmanlarına gönderilsin. Məndə sığar iki cahan. Mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm. Kövn məkana sığmazam. Zerre menem, güneş menem, şavrületen gükeş menem. Sureti gör beyan ile, çünkü beyana sığmazam. Ərş ilə pərşü kalkünun, məndə bulundu cümlətun. Kəs sözünü və əfsən ol, şərh-ü beyana sığmazam. Kimsə gümanı zənn ilə olmadı haqq ilə biliş. Haqqı bilən bilir ki mən zənn gümana sığmazam. Haqqa gəl.
Hak məndədir. Həqiqi olan Allah, əgər Allahsansa, bəs rəngin niyyətsən? Bədbəxt. Sənin gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə saralar. شكر من